Azərbaycan Respublikası regionlarının 2019-23-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində şəhərdaxili yolların asfaltlanması və abadlaşdırılması təsdiq olunmuşdur. Lakin qeyd olunan tarixdən 2 il keçsə də Şamaxı şəhərdaxili yolların asfaltlanması yarıda saxlanılır. Hazırda çəkiliş apardığımız ərazi Şəhid Şahin Seyidov küçəsidir. Şahin Seyidov küçəsinin yuxarı hissəsinə asfalt örtüyü vurulub və aşağı hissəsinə asfalt örtüyü vurulub. Bu gördüyünüz ərazidə asfalt örtüyünün vurulması yarıda saxlanılır. Şəhid Şahin Seyidov küçəsinə asfalt örtüyünün vurulması yarıda saxlanıldığı üçün yağışlı havalarda küçədən axan qurunç sularının gətirdiyi daş kəsək Nəriman Nərimanov prospektində avtomobillərin hərəkətində ciddi təhlükə yaradır. Kardeş birincisi hoş gelmişsiniz. Sonra da bak gördünüz bu küçe Seyidov Şahin Abdüləhməd oğlunun adına, Şəhid adına küçəsidir. Təsəvvür edin ki yolun yuxarısını eləyiblər asfalt. O da ki bilirsən elə başdan soğuda eləyiblər, nəysə eləyiblər. Amma aşağısı bir 100-120 metre yer qalıb belənçinə, buranı da kol basıb. Bir 2-3 il bundan qabaq mən meriyə getdim, yalandan gəldilər biraz doğradılar, elədilər, çıxdılar, getdilər. Elə zizibil də burada qaldı. İndi bax bilmirəm bunun çəkilişini aparın. Bu yolda bir dənə cığır gücünə bala gedirsən ki, gələndə gedəndə, buradan uşaq gedir. Məktəbə indi məktəb bağlandı. Məktəbə gedəndə mən yaşlı adam düşürəm aşağıda uşaqları buradan bitər, keçirdirəm üzü yuxarı, oradan da endirirəm biz aşağı. Buradan getməyə mümkün deyil. Bax, çəkin, baxın görün. Burada, bu küçədə yaşamaq mümkündür, mümkündür. O qardaş, belə şey olmaz. Ay qurban olum, ay başa dönüm. Şəhid bizim baş tacımızdır. Yaxşı qardaş, bu şəhid adına küçədir. Özləyim, bunu Allah rəhmət eləsin. Atası bu boyda burada park salıb. Bu rəhmətə getdi, indi bizi üçün qoyub qalıb da. Balalarımız üçün qoyub, nəvələrimiz üçün qoyub qalıb. Bir adam təyin eləyin, bura baxsın. İçərisi ot basıb, sabah bir dənə ora ot düşsə, bütün ağaclar da yanacaq. Bu küçə də yanacaq, evlər də yanacaq. Qardaş baxın, bax bunu çəkilişin aparın, xahiş eləyirəm. Yaxşı çəkilişin aparın. Bax buradakı olan şey deyirəm, artıq şey eləmir. Bax burada sel aparıb necə yarıb, onu da çəkir. 19-cu ildə mən icra hakimiyyətinə getmişdim. Tahir müəllim söz vermişdi ki, buranı şəxsən düzəltdirəcək. Elə 19-cu il, bu da 25-ci il, 6 ildir. Bax 100-120 metre yer belənçinə qalır. Mümkündür də, buradan keçmək mümkündür. Xahiş eləyirəm. Həm xahiş eləyirəm, həm də tələb eləyirəm. Bilirsən, buranın vətəndaşı kimi, bu məhəllədə, bu eldə yaşayan adam kimi, yaşlı adam kimi. Qardaş, baxın da, baxmırsınız. Ondan sonra laf yuxarı yerlərə çəkilişi göndərəcək. Yaxşı, sağ olun. Asfalt örtüyünün vurulması yarıda saxlanılan küçələrdən biri də Əli Bayramov küçəsidir. Küçənin bu hissəsinə asfalt örtüyü vurulub, lakin aşağı hissəsinə asfalt örtüyünün vurulması yarıda saxlanılır. Baxın qardaş, bax göydən bir meh gələn kimi bura bir gölməçə əmələ gəlir. Buradan keçilməz olur. Uşaqlar məktəbə, qışda heç. Qışda uşaqlar burada məktəbə getmir. Bundan əlavə, o da oranı da gedib göstərim sizə. Orada da bir güclü yağış yağanda elə bir sel axır ki oradan, deyirsən ki bir saat düz dünyanı yuyub aparacaq. Hər şey göz qabağında, daha nə deyim mən? Məsələn, evdə xəstə olur. Təcili yardıma zəng gelir. Təcili yardımda gəlir, bax, o biri küçədə dayanır, Ələşrəf Əlizadə küçəsində. Deyir, bəri gələ bilmirəm. Çoxu deyir ki, maşının altı dəyir. Bununla bağlı biz hara müraciət eləmişiksə, heç kim bu işimizə baxmır. Küçəyə asfalt örtüyünün vurulması yarıda saxlanılır. Bəli, tamamilə doğrudur. Bax, bizim bax, o tərəfdən Ələşrəf Əlizadə küçəsinə vurulub asfalt, Qasım İsmailov küçəsinə vurulmub, Əli Bayramov küçəsinə vurulmub, oradan o tərəfə də Daçını küçəsidir, nədir? Ora vurulmub, bir də onun o tərəfə. Qalan hər yerə vurulmub. Söhbət budur. Elə bil ki, biz hansısa başqa bir kontinentdən gəlmişik, hansısa bir ölkədən gəlmişik, bizi burada məskunlaşdırıblar. Ancaq mədəni xidmət deyəndə bizə heç kim baxmır. Söhbət budur. Bu küçəyə bu ayın içində 2 dəfə təcili yardım gəlir. Gəlir vallahi. Bana bir dəfə burnu orada dəydi. Təcili yardımın. O otuqayda. Düşdərə qaldı orada. Gəlmirlər axı qardaş.
Taksiye gidiyoruz bazen. Gelmiyorlar ki orada asfaltın aşağı çöbünler. Umuşakın oradan ben de 70, 80 yaşım var. Oradan darma götürüp eve aparacağım. Ha böyle şey olur ha. Gelmişim icra hakimiyetine. Orada memurlar der ki sizin derdi de babanız der, bu vaxtacan der asfalt görmüştünüz, siz der asfalt diyorsunuz. Ha, bu ne ters söz? Bu ne danışıqıdır? Ha, bu görürsünüz de kardeş. Bana bu kitlenin çekilir. 5 yıldır, 6 yıldır ne kadar bilmiyorum valla. 4 tane küçük alıb burada. Bunun ne tər olursa, ne qaydılarsa, ne emma eledilerse bunun. Bu küçə yaddan çıxdı qaldı burada. 4 tane küçədir. İndi vallahi ne qayrığındır biz. Hara demişik ki çok yerlere girmişik icra hakimiyyətinə. Çəkiliş de gəlib. Qoymadılar göstərmə gətirdiyiz yerdə. Onu da elədilər. İndi Allah kömək göz olsun.